Yani bir gün Allah Resulü Aleyhisselatü Vesselam bize bir mevze etti, bize bir nəsihət etti ve o nəsihətdən bizim yani qəlblərimiz titrədi ve gözler yaşla doldu. Ve biz dedik ki ey Allah'ın Resulü, bu sanki vida eden bir adamın mevzesine oxşuyur. Sanki vida nəsihətine oxşuyur bu nəsihət. Elə isə bizə bir tövsiyə et. Ve Allah Resulü Aleyhisselatü Vesselam deyir ki ben size Allah'a karşı təqvalı olmağı tövsiyə edirəm. Həmçinin onu tövsiyə edirəm ki sizin üzərinizə bir qul, kölə, rəhbər gətirilsə belə onu eşidib ona itayət edəsiz. Yəni sizdən yaşayanlar, bundan sonra yaşayanlar çoxlu ixtilaflar görəcəklər. Elə isə mənim sünnətimə və hidayət sahibi Raşid xəlifələrin sünnətinə tabi olun. Və onlardan azı dişlərinizlə yapışın. Dində sonradan uydurulan şeylərdən çəkinin. Çünkü her bidət, yəni dində ortaya çıxan, sonradan ortaya çıxan hər bir şey zəlalətdir. Və sahabə də deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bizə bu cür bir mövzə etdi, nəsihət etdi. Elə bir nəsihət ki, vacilət minhəl qulub. O mövzənin, nəsihətin təsirindən qəlblər titrədi. Və o nəsihətin təsirindən gözlər yaşardı. Və bu da əslində Qur'anda bu iki vəsf, İrbad radiyallahu anhunun qeyd etdiyi o sahabələrin yaşadığı o hal əslində möminlərin əlamətlərindəndir. İki əlamət. Qəlbin titrəməsi və gözün yaşarması. Ona görə uca Allah Ənfal surası 2-ci ayədə buyurur ki, möminlər yalnız o kəslərdir ki, onların yanında Allah zikr olunanda onların qəlbləri titrəyər. Və onlara Allahın ayələri oxunanda bu onların imanlarını artırar. Və onlar təvəkkül edəndə yalnız Rəblərinə təvəkkül edərlər. İzâ zükirallah vecilet kulûbuhum. Onların yanında Allahın adı zikr olunanda onların qəlbləri titrəyər. Bunlar kimdir? İnnemel mu'minun. Bax, möminlər bunlardır. Demək bu əslində möminlərin əlamətidir. O cümlədən də Allah Azze ve Celle El-Maidə suresi 83-cü ayədə buyurur ki, onlar Rasulullah, Peyğəmbərə nazil olan ayələri eşitdikdə haqqı bildiklərinə görə sən onların gözlərinin yaşla dolduğunu görürsən. Allah Resulü Aleyhisselatü Vesselam təqvanı əmr edəndən, tövsiyə edəndən sonra ikinci tövsiyəsi bu olur ki, hətta başımızın üstünə bir qul və bir rəvayətdə gəlir ki, Abdun Həbəşi, Həbəşi bir qul başımızın üstünə əmir, rəhbər olaraq gətirilsə belə onu eşidib ona itayət edin. Və bu mövzu barədə biz geniş danışmışıq. Usul-i Sünnənin şərhində, hədis imamlarının etiqadı kitabının şərhində rəhbərlərə itayətlə əlaqəli. Lakin burada bu hədislə əlaqəli bəzi faydalara toxunmaq istəyirəm. Ümumiyyətlə bilmək lazımdır ki, bu məsələ həm Qur'an, həm də sünnə ilə sabit olub. Allah buyurur, ey iman edənlər, Allaha və Rasuluna, ha belə içinizdən olan əmir sahiblərinə itayət edin. Lakin bu itayət nə üzərindədir? İtayət üzərində. Asilik üzərində yox. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, asilik üzərində məxluqa itayət yoxdur. Əgər rəhbər Allaha asiliyi aparan və ya Allaha asilik sayılan bir şeyə əmr etsə, təbii ki, bunda itayət yoxdur. Necə ki, ana ataya itayət olmadığı kimi. Ana ataya itayət vacibdir, lakin asiliyi əmr etsə, o halda tabi olunmur.